Və bugün həmin o quldurlardan biri, deməli bizim növbəti deputat qonağımız dostlar 3-cü seçki dairəsi. Birinci danışdıq Ziyafət Əsgərov, ikinci Siyavuş Novruzov, bu dördüncü deməli bizim Səttar Mehbaliyev. Yəqin ki siz Səttar Mehbaliyevi tanımamış döysünüz. Ona görə ki Səttar Mehbaliyev bilirsiniz. 3 saylı Babək Şahbuz Gəngərli seçki dairəsi. Bu Səttar yəqin ki siz tanıyırsınız dostlar. Bu Səttar həmən o Səttardır ki, yadınızdadırsa, Azərbaycan Həmkarlar İttifaqının sədri olanda Zaur, Allah rəhmət eləsin, Zaur Həsənov idi deyəsən. Şeydə Mərdəkanda idi, yoxsa Şüvələndə idi, onun obyekti var, restoranı var idi deyəsən, onu Səttar Mehbaliyev onun əlindən aldığı və onun 3-4 qızı var idi, onların əlindən alıb ac qoymaq istəyirdi və Zaur Həsənov özünü yandırdı. İnanın, mən onda o vaxt mən fikirləşirdim ki, yəni o hadisə Zaur rəhmətlik özünü yandırandan sonra mən fikirləşdim ki, daha Səttar Mehbaliyev çox yaşayanmaz. Yəni vicdan filan zad, yəni onu qoymaz rahat yaşamağa. Yəni çox tezliklə ölüb gedəcək. Amma sonra baxdım elə gedək günü-gündən cavanlaşır və indi də bugün deyəsən Səttar Mehbaliyevin 70 yaşı var. Oğlanı, oğlu, qızı filan xaricdə, o anda bu anda firmaları, milyonları, maşınları, gəmiləri, yəni azad təsəvvür edin, Həmkarlar İttifaqı bizim pulumuzla, bizim özümüzlə, İranla təbii məsələdir ki, demək olar ki, deyək ki, Səttar Mehbaliyev, Heydər Əliyev, deyək ki, yenə ölkəni işğal edəndən sonra Həmkarlar İttifaqının sədri olur və ondan bu tərəfə də demək olar ki, oradan gələn pulu İlham Əliyevdən bir yerdə bölüblər, paylayıblar və o obyektlər də ki, hansı ki, o deyək ki, həmkarların hesabında olan o şeylər ki, Sovetlər vaxtında biz 3 manatla, 5 manatla sanatoriyalara gedirdik. Həmən o sanatoriyalar falan hamısını Səttar Mehbaliyev yiyələndi, özəlləşdirdi, satdığını, satmadığını da özünün üçün obyektə çevirdi. Və bugün o təsəvvür edin dostlar. Deməli, qoy görün burada yazmışam deyəsən var. Deməli, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci çağırış təsəvvür edin. Deməli, 7-ci çağırış Ali Sovetin deputatı Səttar Mehbaliyev. Haradasa 30 ilə yaxındır stajı var bunun deputat kimi. Deməli, Noraşen rayonu keçmiş. Yəni, indi Kəngərli. Səttar Mehbaliyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdu. 1979-cu ildə o, Bünyadsadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş. 73-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtayşünas, mühəndis, iqtisadçı və baş müsahibin müavini vəzifələrində işləmişdi. 1980-93-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttiş təlimatçı, Maliyyə şöbəsinin müdiri işləmişdi. 1991-ci ildə 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdı. Demək olar ki, 20 il. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri seçilmişdi. Eyni zamanda 2006-cı ildə isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir. İctimai siyasi fəaliyyəti. Deməli, 1992-ci ildə Mehbaliyevin rəhbərliyi ilə Azad Həmkarlar İttifaqları Şurası və ümumilikdə Həmkarlar İttifaqları Şura struktur islahatların aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında Azad Həmkarlar İttifaqı Komitəsinin
təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklifi və səsi ilə Səttar Möhbaliyev Azad Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir. 1998, 2003, 2008, 2013, 2018-ci illərdə Həmkarlar İttifaqının 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci qurultaylarında yenidən bu vəzifəyə seçilmişdi. 2006-cı ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı məclisində ittifaqın sədri seçilmişdi. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 2014-cü il mayın 18-də 23-nə dək Almaniyanın Berlin şəhərində keçirilmiş 3-cü qurultayda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbaliyev qurumun vitse-prezidenti seçilmişdir. 2024-cü il oktyabrın 8-də Azərbaycan Kuveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. 3 fevral 2025-ci ildə Milli Məclisin İntizam Komissiyasının tərkibinə daxil edilib. Həmin bu Səttar Möhbaliyev kimi dərədüzdar, baxın, öz kəndində, öz elində, öz obasında it qədər hörməti olmayan bir adamlar məsələn gedib başqa yerdən namizədliklərini verirlər və İlham Əliyev onları zordan deputat edir. Və siz də buna imkan verirsiniz. Mən sadəcə olaraq o məqsədlə bu gün məhz bunu göstərirəm ki, dostlar, hörmətli deyək ki, Babək Şahbuz Gəngəli seçki dairəsinin insanları, mən bunu o məqsədlə göstərirəm ki, belə şərəfsiz qədələrin gəlib sizin dairənizdən deputat olmasına imkan verməyin. Heç olmasa seçkilərdə buna etirazınızı bildirin. Yəni öz haqqınızı, bax həmən o ədalət deyilən şeyi bərpa eləmək istəyirsinizsə və indi gəlin mən sizə, yəni bizim bir saytlardan biri Səttar Möhbaliyevin biznes imperiyasından bağlı balaca bir suit hazırlayır. Ondan balaca bir qısıq göstərəcəm, hamısını göstərməyəcəm. Ona baxın, qulaq asın dostlar, görün bu insanlar bizim həmən o deyək ki, maaşımızdan, dövlət qulluqçularının maaşından tutulan 2%-lə hansı milyonları, milyardları qazanırlar. Və biz də qıraqdan durub baxırıq. Tuliddin oğlu Möhbaliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsində çalışan Səttar Möhbaliyev ölkənin ən stajlı və blokpost məmurlarından biri hesab olunur. 30 illik ziddiyyətli məmur fəaliyyəti onun siyasi, inzibati və psixoloji portretinin bütün cizgilərini əks etdirmək üçün kifayət qədər geniş və münbit imkanlar yaradır. Azərbaycanda maliyyə maxinasiyalarının bürokrat ustadlarından hesab olunan Səttar Möhbaliyev həm də spesifik ailə karyera piramidasının xaçatalarından biridir. 100 milyonlarla dəyər olan sərvətə sahiblənən Səttar Möhbaliyev özünün və ailə üzvlərinin biznes imperiyasını necə formalaşdıra bilib? Həmkarlara qoşulmaq üçün Azərbaycan vətəndaşlarının maaşlarından tutulan 2% pul bu adamın oliqarxa çevrilməsində hansı formada karusel edib? Bütün bunlar barədə az sonra. Öncə onun Türkiyədəki biznes konturlarına diqqət edək. 2009-cu ildə Türkiyədə Sat Turizm Dış Ticarət Limited adlı şirkət qeydiyyatdan keçib. 300 min dollar ilkin kapitallı qeydiyyatdan keçən şirkətin sahibləri Səttar Möhbaliyev və onun həyat yoldaşı Böyük xanım Möhbaliyevadır. Qeydiyyatı İstanbulda olan şirkət Türkiyənin müxtəlif ərazilərində ticarət və turist səyahətlərinin təşkili ilə məşğul olur. Eləcə də şirkətə məxsus gözəllik salonlarında və klinika tipli müəssisələrdə botoks, lazer və saç əkimi xidmətləri həyata keçirilir. Səttar Möhbaliyev qohumlarını və ailə üzvlərini də Həmkarlar İttifaqının çətiri altında yüksək vəzifələrlə təmin edib. Bu o deməkdir ki, Həmkarlar İttifaqları Konfederasiyasında cərəyan edən maliyyə maxinasiyaları məqsədli şəkildə məhz Möhbaliyevlər ailəsinin iradəsinə tabe edilib. Baxın dostlar, mən məsələn adi bir şey deyim sizə. İstənilən deyək ki, deputat, istənilən deyək ki, vəzifə adamı, baxın, harada işləyirsə, ətrafında ancaq qohum əqrəba filan. Bu nə ilə bağlıdır? Bu sadəcə olaraq həmin o 90-cı illərdə Heydər Əliyev deyək ki, ölkəni işğal edəndən sonra bütün sahələrdə, yəni atadan oğula keçmə prinsipini yaratdı. Məsələn, deyək ki, sən hansısa firmada işləyirsənsə, orada öz oğlunu öz yerinə və yaxud da deputat
Mesela yadınızda da o Kazım, Ağasöyün Kazımı idi, neydi? Ölmemişten qabaq. Dedi, mən istəyirəm, mən vermək qızım deputat olsun. Və sonra da Fəzail Ağmalı öz qızını və yaxud da deyək Sabir Rəstamxanlı öz yerini arvadına vermək. Yəni bu sistemi yarattı ki, o sabahları o özü eləyəndə və sonra da rahat İlham Əliyev gəldi, öz arvadını vitse-prezident elədi ki, yəni o ətrafdakilərin heç biri, məsələn deyək ki, Elmira Süleymanova ombudsman kimi 2 dəfə seçiləcəkdi, məsələn oldu 4 dəfə. Və yaxud da demək olar ki, bütün sahələrdə və belə prinsip yaratdı Heydər Əliyev ki, və onu da bugün İlham Əliyev çox dırnaq arası ləyaqətlə davam elətdirir və bax, belə dostlar, təsəvvür edin ki, bax, həmən bu sizin dediyiniz o qutdan çıxan 125 nəfərdən Səttar Mehbaliyev üçüncüsüdür ki, İlham Əliyevdən bu ölkəni paylaşırlar. Yəni, hər deputat öz faizlə düşəni alır. Yəni, o cümlədən də həm də vəzifəsinə görə və ən əsası da hansı klana məxsus olmağı biraz da daha effekt verir, yəni biraz da çox qazanmağa səbəb olur. Bax, belə dostlar, bugün biz 3-cü deputatımız Səttar Mehbaliyevdən tanış olduq. Allah qoysa sabah görüşmək ümidi ilə sizdən ayrılıram dostlar.